dənə dostum qrip olub. Yəni deyir ki, ən birinci prosta qrip kimi başladı, amma deyir sonra da istiliyi düşmür. 6 gündür istiliyi düşməməsi də yaxşı deyil axı. Qış aylarında rast gəlinən mövsümi qrip dalğasının bu dəfə sanki daha güclü şəkildə yayıldığı müşahidə edilir. Belə ki, son günlər ölkədə halsızlıq, öskürək, qızdırma və boğaz ağrısı kimi simptomlarla müşahidə olunan respirator infeksiyaları ilə xəstəxanalara müraciət edənlərin sayı artıb. Bəs ölkədəki yoluxmalar adi mövsümi xarakter daşıyır, yoxsa yeni virusdur? Müalicə üsulları nələrdir? Mövsümlə əlaqədar bu ildə məktəb yaşlı uşaqlar arasında xəstəliklə bağlı müraciətlərdə artım var. İnfluenza kəskin yoluxuculuq qabiliyyətinə malik hava damcı yolu ilə yayılan infeksion xəstəlikdir. Əlamətləri yüksək hərarət 38-40 temperatur arası, baş, oynaq, əzələ ağrıları, burun axıntısı, öskürək, bəzən kiçik uşaqlarda qusma və ishal ilə müşahidə oluna bilir. Xəstəliyin əlamətləri simptomatik müalicə olunur. Bol maye, ağrı kəsicilər, temperatur salıcı preparatlardan istifadə olunmalıdır.